Bu günləri mən konservatoriyadan notdan dərs deyirəm. Bu yaxın günlərdə mən Orta Asiyada oldum, Qazaxıstanda. Beynəlxalq deməli konkursda bir müsiflərin üzvü kimi orada iştirak etdim. İnanırsınız, Qazaxların o balaca aləti var, dombura. Domburada kisəsli domburadır. Orada Liszt'in Rapsodiyasını çalırlar, Üzeyrin Fantaziyasını çalırlar. Beynəlxalq orada əsərlər çalırlar. Mən belə baxıram ki, biz çox gecikmişik. Və hətta Əhməd Jubanov adına bir kollec var. O kollecin vaxtilə direktoru, rəhbəri Əhməd Jubanov olub. O domburaçı olub. Onlarda da bu problem olub. Onlarda da. 60-cı illərdə o götürüb bütün ənənəvi musiqini bir yerə cəmləşdirib, necə havaları, onlar küy deyir. Bizdə aşıq havaları. Onu notlaşdırıb. Bugün onun heykəlini qoplar. Və Qazaxıstanda İncəsənət Universitetinin rektoru, Əməkdar İncəsənət mənim dostumdur, Arman bəy dombura çalır. Yəni biz Orta Asiya səviyyəsinə bu sazımızı inkişaf etdirə bilməmişik. Düzdür, biz danışırıq, Türk dünyası qəbul edir. Xeyr, mən görmüşəm, adi Türkiyədə mən o sazla çalanda çoxsu gəlir ki, bu nə sazdır? Adi Türkiyə. Amma aşıq sənəti böyük bir zəngin mədəniyyətimiz var. Belə deyək də, ozanlıqdan dədəliyə, dədəlikdən aşıqlığa gedən saz söz sənəti bu yol ki, asan bir yol deyil də. Sonunda mütləq bunun nota alınması, yəni vacib idi. Əlbəttə, bilirsiniz Aynur xanım, hər bir şey məktəbdən qaynaqlanır. Əgər bir elmin məktəbi yoxdursa, inkişafı yoxdur, ondan nə danışa bilərik? Gələcək nəsillərə nə ötürə bilərik? Mən bəzən folklorşünas alimlərimiz var, hörmətli alimlərimiz. Mən deyirəm ki, bu mifologiya elmi var da, mifdir, düzdür, bu şifahi ənənə artıq bitib, artıq yoxdur. Bugün Azərbaycanda ustadlar var, ustadlar dünyasını dəyişdi. Böyük ustadlarımız vardı, Aşıq İmran Həsənov, Aşıq Mahmud, Aşıq Məlik Məmmədov, Aşıq İspəndiyar, Əzaflı Mikail, Aşıq Kamandar Əfəndi, çox da aşıqlarımız sadalamaqla qutara bilmir. O aşıqlarımız vaxtilə var idi, belə bir gözəl məclislər var idi, necə deyərlər ki, belə dastan gecələri vardı, onu eşidən insanlar var idi, o insanlar var idi, bizə dəstək olardı. Bugün zaman başqa zamandır. Bu günləri 21-ci əsrdir, inteqrasiya gedir, dünyanın hər bir yerinə biz çıxmaq üçün. Bax, mən həmişə çox böyük arzum olub ki, muğam sənəti kimi biz də inkişaf etməliyik. Muğam sənəti kimi. Əgər not yox idi vaxtilə, biz tarım kamançanın yanında dayana bilmirdik. Öz qardaşımızın, əmoğlumuzun, xaloğlanlarımızın yanında biz dayana bilmirdik. Bizə deyirdilər, siz aşıqsınız, burada dayanma. Orkestrlərdə çala bilmirdik. Həqiqətən də o abidə çalınmalıdır. Belə bir yoldur, bir öz yolunuz, öz cığırınız var. Siz həm öz cığırınızı çəkdiniz sanki, həm də belə deyək də, bu sənəti yaşadacaq bir gələcək nəsillərə bərabər bir məktəb qoyduq. Biz artıq məktəb qoyduq. Mənə maraqlıdır ki, bu məktəbin qoyulmağında təbii ki, bu mən düşünürəm ki, bütün sahələrdə var. Yəni yəqin ki, sizə maneələr olmamış olmaz. Çox. Təbii bir vətəndaş olaraq hamımız sevinməliyik. Bu bizim vətəndaşlıq borcumuz. Amma danılmazdı ki, bəli, böyük uğurdur. Amma danılmazdı ki, həmişə yaxşı işlərin bu alınmasında böyük maneələr mütləq törədə bilər. Mütləq o yeniliklərdə olmalıdır. İstedadlı insanların həmişə mütləq belə deyək ki, yəni qınayanlar olubdur, lazımsız irad bildirən, kənardan o işə nəsə istəyiblər ki, alınmasın, uğur qıcıqlandırıb, uğurları qıcıqlandırıb. Yəqin ki, bu tanımazdır. Sizin də yəqin ki, bu... Əlbəttə bizə qarşı çox bugün də belə, necə deyərlər, bəzi o aşıqlardır, indi düzdür, ustadlar yoxdur, gənclərdir. Amma bizi sevənlər də çoxdur. Onu deyim ki, biz İngilis dilində artıq sazımızı danışdırıq, belə beynəlxalq bir dildə. Əgər Almaniyadan gəldilər, saz filmi çəkirdilər 2015-ci ildə. Onlar internetdən mən axtardı, tapdılar, gəldilər Gədəbəydə, burada aşıqların çoxsunu çəkdilər. Ədalət Nəsibov çəkdirdim və s. və s.
və onlar mən evdə inanırsan mənim oğlum üzr istəyirəm skripas idi. Mən notu qoydum. Alman gələn Petra xanım, Almaniyadan gələnlər oturdu 5 dəqiqə sazda bir dənə baş divanı çaldı. Do si la sol la 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 sol la sol la la sol fa la 5 dəqiqə yığdı notu çaldı. Oğlum belə baxdı. O əsərləri götürdü, baş sarı teli götürdü çaldı. Dedi ilahi sizdə hansı harmoniyalar var? Bu nədir? Bu sazı sevməyəm. O xanım gəldi, internetdə var göstərərəm. Məndən dərs almağa. Almaniyadan gəldi dərs almağa. Onu saz öyrətdi. Mən də bir saz verdim. Notları necə? Notu qabağına qoydum. Dedi ilahi bu nədir? Dünyada yoxdur bu alətdən. Notla. Amma onu başqa cür mən başa sala bilməzdim. Və yaxud da get başqa bir ölkədə götür oxu baş sarı teli. Dillərinə düyün düşsün, dillənmirsən. Orada görsən 2-3 adam sənə əl çalır. Amma sən orada elə çıxış eləməlisən ki... Musiqinin dili də notdur da, təbii ki... Əlbəttə. Ona görə bu mütləq lazım idi. Bizim bu günləri mən xoşbəxt bir insanam ki, mən inanıram, sazımız inkişaf edəcək, sazımız yaşayacaq. Onun artıq məktəbi var, proqramı var. Artıq bu böyük bir uğurdur biz üçün. Bir şey də soruşum, bu müasir durumundan razısınızmı bu deyək ki, aşıqlı sənətinin hal-hazırki durumundan? Bir də mütləq indiki aşıqlar dastan bilməlidirlərmi? Yoxsa havalarla kifayət eləyər? Bilirsiniz, bu günləri mən çox nəyrazıyam bir müəllim kimi, bir alim kimi, çox nəyrazıyam. Bəzən bu aşıq sənətinə elə bir gənclər gəlib, elə bir ifaçılar gəlib ki, bu sənəti gündən-günə aşağı salırlar. Gündən-günə çox biabırçı. Yox, şov başqa şeydir. Görürsünüz müəyyən internet saytlərində oturur yemək stollarında, biri yemək içir, biri yev içir. Orada bilirsiniz, saz elə yerlərdə ifa olunmamalıdır. Bilirsiniz, muğam sənəti niyə görə belə möhtərəm, yüksək, möhtəşəm səviyyədə inkişaf edir? Əvvəla muğama qulaq asan yerdə heç kim fikir verirsiniz. Bakı mədəniyyəti, muğam mədəniyyəti, Qarabağ, Şamaxı. Hamı gəlir bir nəfər kimi qulaq asır ifaçıya. O da onu özləri yaradıb. Amma aşıq sənətinin bu günlər çox aşağı səviyyədə görürəm mən. İfaçılarını görürəm və Kamaz şoförü düzür istəyirəm, götürür, biraz səsi var, bu aşıq olur. Aşıq sənəti bu deyil axı. Ona görə bunun məktəbi lazım idi. Və bu günləri aşıqlarımız var, görürsən, yaxşı aşıqlarımız, gənclərimiz var əlbəttə. Amma elə aşıqlarımız var ki, onları mən məsləhət görürəm, bu saz aləmini, sazı alətin əlinə almasın. Başqa bir işlə məşğul olsun. Bilirsiniz, gərək istedad olasan. Sən bunu sevəsən, yeyimin, duruşun, bunlar hamısı şərtdir. Bax, bu günləri mən aşıqlar yox, gənc ifaçılarla, hətta xanım aşıqlarının bəzilərinə mənim böyük iradım var. Sizlik deyil də, bu sənət sizlik deyil. Amma gənclərimiz var, təbii, bugün gözəl xanımlarımız da var, konservatoriyada bugün təhsil alır, İncəsənət Universitetində. Mən inanıram ki, onların da böyük gələcəyi olacaq. Artıq o köhnə günlər, o köhnə aşıqlar getdi, başqa bir zaman. Əslində, belə araşdırmalara görə, belə deyim ki, biz qadın aşıqları bu dəqiqə deyirik ki, siz qınayırsınız, bilmirəm nə dərəcədə, bəlkə də düşünürsünüz ki, qadın aşıqları oxumamalıdır, yoxsa tam o mənada necə? Yox, üzr istəyirəm, qadın aşıqları da olmalıdır əlbəttə, amma onların repertuarına mən baxıram, elə 5 il, 10 ildir, elə 2 dənə mahnıda qalıblar. Bu günləri bu tədbirdə bunu çalırlar. Amma muğam sənətinə baxın görün, nə qədər inkişaf var. Əgər bir dənə xalq artisti bu dəfə bunu oxuyursa bu konsertdə oxumur. Amma bunlar eyni formalar. Ona görə ki, əlbəttə xanımlara mənim böyük hörmətim var, gözəl istedadlı xanımlarımız var. Biz istəyirik ki, istənilən anda, istənilən məqamda istedadlı insanları görək, bu sənəti istedadlı insanlar yaşasın. Sizə də uğurlar arzulayıram. Yəni ki, bu yolda həm bir müəllim kimi, həm bizim dəyərli sənətçi yoldaşımız kimi bizim bu studiyamıza nə arzu edərdiniz? Mən təşəkkür edirəm ki, bizim çox hörmətli
Məzahir Səmədoğluna. Məzahir müəllim, onu deyim ki, siz də yaxşı bilirsiniz, gözəl şairdir, həm gözəl bəstəkardır. Məzahir müəllimin böyük ürəyi var, böyük bir insandır. Hətta Məzahir müəllim, onu da qeyd edim, Məzahir müəllim başqa bir ölkədə yaşayırdı. Neçə illərdir Belarusiyada yaşayırdı. Amma Məzahir müəllimin ürəyi, qəlbi, döyünən ürəyi Azərbaycan xalq musiqisi, Azərbaycan sənətkarlarına o qədər dəstək olur. Elə mənim özümə, sizə və Məzahir müəllim bu ağır bir məsuliyyətli işi az bir zamanda öz üzərinə götürərək, bax belə biz üçün, biz ifaçılar üçün, sənətkarlar üçün belə bir studiyanın açılması məni çox sevindirdi. Səs və söz az studiyası. Yəni Məzahir müəllimə mən təşəkkür edirəm. Bax fikir verirsiniz, burada bizim ətrafımızda, qarşımızda nə gözəl kameralar var. Çox qiymətli. Müasir avadanlıqlar var. Hətta onu deyim ki, mən burada gəldim, bu rejissorları görəndə, bu gözəl tanınmış insanları, akademik bir rejissorları, səs rejissorları var burada. Bu kollektivi mən gördüm, çox sevindim və Məzahir müəllim elə böyüklüyü buradadır ki, belə gözəl təşkilatçılığı var, gözəl rejissorları yığıb, səs rejissorlarını, çox profesional və studiya, Bakıda çox studiyalar var, bilirsiniz də, mən neçə illərdir bu sənətdəyim, 40 ildir. Yəni, belə studiya, belə formatda, burayı görürsünüz, burada Aynur xanım bir ansambl otura bilər. Burada bir 10-12 nəfərdən ibarət ansambl oturur. Amma başqa studiyalar başqa cürdür. Həm qapıdan girəndə bir gözəllik var. Mən inanıram ki, az bir zamanda bu studiyaya çox insanlar gələcək. Xalq artistləri, əməkdar artistlər, solistlər, bax bu gözəl məkana gələcəklər. Mən hamını dəvət edirəm gözəl məkana. Ona görə ki, burada profesional bir studiya və onun işçiləri çox gözəl profesional səviyyədə. Mən gördüm ki, bax burada bunun özü hər adama qismət olmur. Studiya açanlar var, amma bu səviyyə yoxdur. Studiyanın gözəlliyi odur ki, onun işçiləri. Biz hərəlik sağollaşırıq və belə dedi, ürəklə deyirəm sizin yanınızda ki, biz izləyənlərə deyirəm ki, özünüzü qoruyun və keyfinizi saz saxlayın.